Salam əziz izləyicilərim. Deməli, bugün 15 Mart tarixində RFM-in rayon fənn müsabiqəsinin informatika sualları var qarşımızda hal-hazırda. Gəlin o suallarla tanış olaq və doğru cavabları qısa həm izahlarını çalışacağım bu videoda sizə təqdim edim, həm də qısa-qısa izahlar. Deməli, birinci sualımız maraqlı sualdır. Burada birlərin sayı 18 dənə birdir və bizə deyir ki, bu ikilik ədəd onluq say sisteminə çevriləndə nəyə bərabər olar? Biz qeyd etmişdik ki, 1, 1, 1 ikilikdə bundan sonra gələn ədədim mənim elə ikilik say sistemində ən kiçik 4 rəqəmli ədəddir. Bu istənilən say sistemi üçün keçərlidir. Yəni, istənilən say sistemində ən kiçik n rəqəmli ədədimdən sonra gələn ədədim elə həmin say sistemində ən böyükdən sonra gələn ədədim ən kiçik n plus 1 rəqəmli ədəddir. Burada da eyni məntiq işləyir. Deməli, bu 218 imiş. Yəni, bir yanında 18 dənə 0, 218 nədir? 19 rəqəmli ədəddir. 19-dan da 1 çıxıb ki, buradan alıb 18 dənə 1-i. Yəni, 18 rəqəmli ən böyük ədədir. Yəni, 18 rəqəmli ən böyük ədəddən sonra gələn ədədim elə 218, yəni 19 rəqəmli ədəddir. Ona görə burada doğru variantımız D variantıdır. Daha sonra 5 bitlə maksimum neçə vəziyyət kodlaşdırmaq olar? N bərabərdir 5-dirsə, böyük N-in bərabərdir 2 N düsturu ilə tapsaq, 2 5, bu da 32 etmiş olar A variantı. Daha sonra bu sual nümunəmizdə bizdən tələb olunur ki, aşağıdakı bitlər ardıcıllığı neçə bayt olar? Burada bitləri sayırıq 32 bit və bizdən sualda tələb olunur bayt. 32-ni də 8-ə bölürük, alırıq 4 bayt. İndi həmin hissəyə mən bircə saniyə, həmin hissəni bir saniyəlik mən buradan biraz aşağıya doğru verək ki, sualları bölmüşəm. Bəli, sualda tələb olunan bizdən nədir? Bizdən tələb edir neçə baytdır? Fikir verin. Burada bit götürüb 32 dənə bitdir. Amma tələbdə baytdır və doğru cavabımız D olmalı idi. Daha sonra ədədlərdən hansı 16-lıq say sistemində hesab etmək olar? Biz demişdik 16-lığın 9-a qədər, 0-dan 9-a qədər rəqəmlər. Daha sonra A, B, C, D, E və F-dir. Burada da fikir verin. H yoxdur, K yoxdur. X mövqesidir, qarışdırmaq olmaz. Təbii ki, doğrudur. D variantımız. Daha sonra bu sırada müqayisədir. Bircə saniyə bunları bir də təmizləyək. Qalxaq yuxarıdan. Baxaq növbəti 5-ci sualımıza. 5-ci sual nümunəmizdə uyğunluqdur. Uyğunluğu tapmaq tələb olunur. RAM, kontroller, prosesor. Təbii ki, biz bilirik ki, RAM nədir? Ondan yola çıxıb sual tapmaq daha rahat olardı. Bircə saniyə. Qələm yenə. Bugün qələm biraz məni incidir. 1. RAM. RAM demişdik ki, əməli yaddaşdır, operativ yaddaşdır. Deməli, 1 oldu C. 1-ə C olduğuna görə A variantı, B variantı çıxdı. Və kontrollerlə prosesoru təbii ki, 6-cı sinif şagirdləri biraz qarışdıra bilər kontroller. Amma prosesordan yola çıxmaq olardı. Prosesor nə iş görür? Hesablama işi görür. Deməli, 3 olur B. Doğru variantımız C variantıdır. Amma yadda saxlayın, kontroller giriş-çıxış qurğularını, periferiya qurğularını kompüterə tanıdan mikrosxemdir. Əgər desə, giriş-çıxış qurğularını tanıdan, idarə edən mikrosxem biz kontroller seçirik. Desə ki, proqram, o zaman biz məcburuq driver seçək. Driverdə bu işi görmüş olur. Daha sonra növbəti maraqlı bir sualımız var. Alqoritmə aid olan sualdır. Bizdən verilmiş əmrlər ardıcıllığı verilir və bizdən n-in ilkin qiymətini istəyir və sonda n deyir 4 qiymətini almışdır. İndi biz baxırıq, sonda 4 alıb. Deməli, ən sonuncu əməliyyatdan gedirəm. Yəni, n-dən çıxıb 5-i bu 4 alıb. Deməli, n-im 9 imiş. Deməli, burada n-im 9 imiş. İndi burada görün neyini? N-im 9-dursa, deyir ki, 3-ə bölüb. Bu 9 bərabərdir. N bölünsün 3. Görə indi n-imiz neçəymiş? N-imiz deməli 27 imiş. Daha sonra deyir ki, bizə n-imizdən 5 çıxmışıq və 27 aldıqda biz. Onda n-imiz də olub 32. İndi burada görün nə deyir? Deyir ki, 32 bərabər imiş nəyə? N-i bölübmüş 3-ə, alınmış 32-ni. Onda buradan da n-i tapsaq, n olar 96. 96-da düz yazıb, C variantı doğru variantımız olmuş olur. Təbii ki,
Biraz həm sürətli keçəcəm, həm də kiçik-kiçik izahlara yol verəcəm burada. Burada da bizdən doğru müqayisəni istəyir. Ümumiyyətlə müqayisə etmək üçün çox əlverişli qaydalarımız var. Bircə saniyə, yenə qələm getdi. Deməli, biz baxırıq ən birinci ən kiçiyə. Baxın, öndə 0 olmağın heç bir önəmi yoxdur, önəmsizdir. Bu bizim üçün 2, 4, 6, 7 rəqəmli ədəddir. Bunlarda isə baxaq aradakı məsafəyə. 2, 4, 6, 8, 10, 12, 14, 15. Bu bundan daha çoxdur. Təsəvvür eləyin, biz yazmışıq 9000, lap belə 9, bir də yazmışıq 9999. Təbii ki, bu böyükdür. Rəqəm sayı böyükdür. Deməli, birinci B-dir. Bizdən nə deyir? Bizdən tələb olunan artma ardıcıllığıdır. Burada səhvləmirəmsə, sualın o biri tərəfini görə bilmirəm hal-hazırda. Bəli, bizdən tələb olunan artma ardıcıllığıdır. Artma ardıcıllığı olduğuna görə də biz bunları ümumən əvvəlcə belə deyək də, fikir veririk nəyə? Ən kiçiyimizə. Yəni, artma ardıcıllığı ilə. Ən kiçiyimiz oldu C. C-dən sonra ən böyüyümüz burada B-dir təbii haldır. B deyil, bircə saniyə. Saydıq bu rəqəmləri. 2, 4, 15, 13. Ən böyüyümüz A-dır. Deməli, birinci növbədə A, B və C. Bizdən tələb bu formada deyil. Orada variantlara baxmaq istəyərdim ki, görün belə verib. Deməli, bizdən artma ardıcıllığı istəyirsə, onda biz C ən kiçikdə və A. Bu formada davam elətdirməliyik. Daha sonra buradan bunun variantını qeyd eləyərəm mən sizin üçün bir dəqiqə. Varianta baxaq, variantda görək hansı variant idi. Belə tam olaraq C variantı idi. Elə doğru variantımız da C-dir. 7-ci suala C qeyd eləyərsiniz. Bu da maraqlı bir sualdır. Sualın şərti maraqlıdır. Deyir ki, proqramlaşdırma bilən bir şəxs belə deyək, düymə üzərində müəyyən ardıcıllıq yerinə yetirir. Sual tam olaraq oxumadım. Gələk məsələn, deyir maşın 2, 1, 4, 3 ardıcıllığın qəbul ipi əvvəlcə ikinci deşikdən, delikdən, sonra birinciyə, daha sonra dördüncüyə, sonra üçüncüyə gətirərək işi bitirir. Nümunə kimi də verib, biraz da bunu böyüdəcəm. Bircə saniyə. Baxın, ardıcıllığa. Gördünüzmü? İndi bizdən tələb olunan nədir? Deyir ki, bircə saniyə. Aşağıdakı ədədlər ardıcıllığından hansını maşına göndərmək olar ki, ip aşağıdakı şəkildəki kimi düymənin üzərində tikiş aparsın. Təbii ki, bizdə biri budur. Baxın, bu formada. Bizdə 5 var deyə. Bax, ya bu 2 ilə başlamalıdır, 3 ilə gəlib dayanmalıdır, davam eləməlidir. Baxın, 5, ortaq nöqtəmiz 5-dir. 2 ilə başlayan birində başlayırıq. Baxın, 2-dən gəldim 3-ə, 3-dən gəldim 6-ya, 6-dan gəldim 5-ə. Yəni, mən 2 ilə başlayan C-dən danışıram hal-hazırda. 5-dən başlasam, 5-dən başlasam, 1-ə necə gedim? Yəni, bu amma ziqzaq kimidir, fikir versiniz, belə tikiş aparmalıdır. Ona görə bu deyil. Burada bir dənə variantımız qalır. O da 5 ilə başlayan, təbii məsələdir. 5 ilə başlayır. Baxın, 5, getdi 4-ə, 4-ə, daha sonra 1-ə, 4-dən 1-ə, 1-dən 2-yə. Eyni məsələ. Daha sonra, indi bu səliqəsiz çəkdik. 2-dən başlayıb gəlib 3-ə, 3-dən 6-ya, ikinci tərəfi və 6-dan təkrar 5-ə. Düymənin üzərində hər bir vəziyyəti tikmiş olur. Burada doğru variantımız B variantı. Doğru yazıb. Daha sonra əslində bir-bir suallara görə nömrə olsun deyə, nömrələrə görə daha doğrusu ardıcılığı qorumaq istəyirəm, amma burada da deməli bizdən tələb olunan bir şəkildir. Şəkil 4-ün 4-ünədir, 4-ün 4-dədir və orada tələb olunur ki, 1, 2, 3 rəqəmlərindən istifadə olunsun və o kvadratlara bölünüb. Hər kvadratda da hər birində 1, 2, 3, 4 yazılmalıdır. Şəkilə baxaq. Bircə saniyə. Bizdən nə istəyir? Bizdən istəyir x və y-in cəmi. Gəlin biraz bunu böyüdək. Məntiqi tapşırığa bənzər bir tapşırıqdır, amma yaxşı tapşırıqdır, yazmaq olar. Baxaq,
Deyir bizdən tələbimiz belədir. Belə bir sütunumuz var. 4. İndi burada avtomatik bir dənə çıxır ki, 1. Getdi bura. Çünki mənə şərt qoyub ki, 4, 3, 2, 1. Bunlardan istifadə elə və hər sətirdə, hər damada bir dənə olsun da bundan da ikinci ola bilməz. İndi mən gedirəm daha sonra burada. Bu 1-dir. Burada 1 varsa, avtomatik mən deyirəm ki, bura 2-dir. Niyə? Burada 1 ola, yəni burada başqa nə ola bilər? Məsələn 3 olsun. Deyək ki, burada 3 olsun. Məsələn deyirəm. Və yaxud da 3-ün yeri burada dəyişiyor olsun. Bunları bir dənə yoxlaya bilərik sizinlə. Burada 2. Bu hal ola bilər. Onda 2 olanda, baxın, bu hissədən burada gəldim, gəldim. Bu hissədə bu 2 varsa burada 3 olmalıdır. Buradan da 4'tüsə burada da 2 olmalıdır. İndi məsələn, uyğunsuzluğu izah eləyirəm sizə. 2 oldusa, baxın burada 1, burada 1 yoxdur. Burada 1-dirsə, burada gəldi 3 aldı. 3 ola bilər. 2, 1, burada alsa 4'ü, məsələn. 1, 2 bu getdi. 3, burada deməli 4 alıbsa, burada ala bilər. Nə yerdə qalır? Burada baxın bizim bir də 4'ümüz var. Bir de 2'miz var. Fikir verin. Burada 2 yazsam, baxın, uyğun. Həm də burada 3 yazmışam, heç mən ona fikir vermirəm. Eyni damada 3 oldu. Gördünüz? Burada 2 yazıram və yaxud da 2'ni bura yazıram, bura 4 yazıram. Yenə burada eynilik yarandı. Və məsələnin şərtində mənə deyir ki, burada təkrar olmasın və bunu nəzərə alın. Deməli, birinci damamız düzəldi, oldu 1. Diqqətlə fikir versəz, bu hissədən gedirəm. Burada ya 2 qoyaram, burada 3, burada 2 yazaq, y yazaq 2. 2 oldusa burada olacaq 3. Burada 3 oldusa, daha sonra bu hissədən gələk. Burada 3 var, yəni bu sətirdə 3 ola bilməz. Deməli bu 4'dür, bu 3'dür. Çünki bura 3 yazsam bu sətrin pozulacaq. Deməli burada da 2 imiş. Fikir verin, 4, 3, 1 oldu 2. Daha sonra düşürük aşağı istiqamətə. 3, burada. Burada ya 4'dür, ya 1'dir. Baxın fikir verin, bura 1. Burada 1 yazıram. Burada 1 yazsam, 1 yazsam, onda burada 3 olacaq. 3'ün burada olmağı mənim üçün eyni sıraya 3 salmış olacağım. Baxın, burada da 3 var. Bu da 1 olmasın. Ona görə x-in qiymətini 4. Burada 1 yazsam, avtomatik iş getdi. 1, deməli burada 3 varsa, bura olacaq 2, bu da olacaq təbii ki 3. Baxın, heç bir damada rəqəmlər toqquşmadı. Fikir verin. Və bizdən x və y-in cəmini istəyir. X-dan y-in cəmi də 6-dır. Biri 4 idi, biri 2-dir. Cəmimiz verəcək 6-nı. Diqqətli olsaz yazmaq olardı. Yaxşı sual idi amma. Daha sonra davam edək. Bircə saniyə. 8'li say sistemində verilmiş rahat bir sualdır. 8'li say sistemindən bu keçidləri bacarırıqsa, gəlin buna baxaq. 8'lik say sistemində verilmiş rəqəmimiz, deməli bizdə 6, bircə saniyə buradan yazaq. 6, 0, 1, 7. 1, 0, 7. 6 demişik ki, 8'dən 2'liyə 3, 3. Baxın, 6 budur. 110, bu da ola bilər, bu da ola bilər. Amma C çıxır. Daha sonra 0. Sıfırımız olacaq 3 dənə 0 yaddaşda. Sıfırımız olacaq 3 dənə 0 yaddaşda. 110 olsa bu səhvdir. D də çıxdı, ələndi. Daha sonra 3, sonra 1. Birimiz də 0, 0, 1. Birimiz 0, 0, 1. Daha sonra sıfırımız 3 dənə. Burada isə əksidir. Deməli, düz yazıb doğru variantımız A variantı. Deməli, 1, 1, 0. Sıfırın əvəzinə 0, 0, 0. Çünki 8'də 3 bitdi. 1'in əvəzinə 0, 0, 1. Sıfırın əvəzinə 0, 0, 0. 7'in əvəzinə də 1, 1, 1. 4, 2, 1 qaydası da təbii ki bildiğiniz bir qaydadır. Daha sonra bir saniye. Yani bu qələm incidir bu günləri. Burada da belə bir test tapşırığımız var. Deyir bizə ki, aşağıdakı alqoritmin girişində n-in qiyməti 5 verilərsə, çıxışda hansı ədədlər alınacaq? Deməli, burada bu da bir belə deyək də rahat tapşırıqlardan da əslində alqoritmə aid olan tapşırıqdır. Heç də belə 6-cı sinif üçün rahat deyil. Yəni, baxaq burada. Deməli, bizdən nə istəyir? Tələb və təklifi nədir? Deyir ki, n-ə 5 verilib. 5 verilibsə, n daxil edildi. Gəlib şərti yoxlayıram və təkrarla. Təkrarla varsa, deməli, bu dövrü alqoritmdir. 5 fərqlidir birdən. Bəli. Sonra deyir ki, əgər şərtim belədir, n cütdürsə, n-i böl 2-yə.
5 cüt deyil, təkdir. Onda keçirəm əks haldıya. Enim olur nə? En bərabərdir. 3 vurulsun 5 üstə gəl 1. Yəni 16. Enim oldu 16. Təkrar qayıdıram dövrə. Gəlirəm. 16 fərqlidirmi birdən? Bəli. 16 cütdürmü? Düşürəm, bunu yoxlayıram. Bəli. Onda yeni enim olur 8. 16 bölünsün 2-yə. Daha sonra davam edirik 8 qiyməti ilə. İndi bizdən soruşur. 8 fərqlidirmi birdən? Bəli. Onda enim bərabərdir 4-ə. Çünki cütdür. Cütü də olanda cüt halında da deyir 2-yə böl. Daha sonra enim 4'dür. Və bunları diqqətdə saxlayın ha. Biz çap eləyirik burada 16-nı, 8-i, 4-ü davam eləyirik. 4 cütdür. Yenə 4'ü böləcəm 2-yə. Enim olacaq 2. Daha sonra yenə qalxıram yuxarıya. Yəni 2 fərqlidirmi birdən? Bəli. 2 cütdürmü? Bəli. En bərabərdir. En bölünsün. Yəni 2 bölünsün 2. Buradan da alıram 1. İndi qalxıram yuxarıya. 1 fərqlidir birdən? Xeyr. Onda mən nələri çap elədim? Baxın. Yaxşı sual idi. 16, 8, 4, 2, 1. Bu da olur A variantı. A variantı da burada doğru variantımız. Daha sonra devam edirik. Növbəti sualımızla. Belə bir psevdokod verilib. Bu da gözlənilməyən suallardandır. Əslində final üçün, hardasa ikinci, üçüncü mərhələ üçün S dəyişəninin çıxışa verildiyi qiyməti istəyir bizdən və fikir verir. Əslində yaxşıdır ki, açıqlamasını verib orada bizə. Verib ki, yəni div nə iş görür, mod nə iş görür. Div tam hissəni, mod isə qalığı bildirən bir operatorumuzdur. Bizə Pascaldan qalma. Belə bir ədədimiz var. Ədədimizi çalışacağım buradan yazım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və təkrarla nə qədər ki n sıfırdan fərqlidir. Gəlirik, k-mız bərabərdir. K hər dəfə fikir verin, ədədi 10-a bölür və qalıqlı. Bu ədədimi 10-a bölsəm, k-m olacaq 9 qalığım. Və sonra k-nı yoxlayır. Bu 2-dən, yəni qalığım 2, 2-yə bərabərdirmi? Yəni belə deyək də, k-nın 2-yə bölünməsindən alınan qalıq sıfırdırmı? Yəni bu nəyi bildirir bizə? Ədədim cüt ədəddir. Cüt ədəddirsə, gəl cəmlə, esim var burada. Deməli, mən buna baxanda, sonra nə edir? Hər dəfə 10-a bölür, qayıtdı. Bu 9 çıxacaq buradan, gələcək 8-i götürəcək, 8 cütdürmü? Deməli, bu nə nədir? Ədədin cüt rəqəmlərini cəmləyən bir proqram halıdır. Sonra 6, sonra 8. Bunu da cəmləyəndə 10, 20 doğru variantımız olacaq B variantı. Diqqətli olun. Yəni, ümumiyyətlə, yazan, keçən uşaqlar təbii ki, yazıbsa artıq növbəti mərhələlər üçün daha yaxşı hazırlaşmalıdır. Bircə saniyə. Aşağıda deyir ki, hansı informasiya xassəsinə aiddir? Bu da xassəmizdə olan sualdır. Toplanma, saxlanma prosesidir. Ədədi mətni təqdim olunmadır. Müəyyənli kütləvli alqoritmin xassəsidir. Gəlib D variantı. Doğru variantımız elə 11-də D variantıdır. Deyir, aşağıdakı addımlardan sonra fikir verin. B-nin nəticəsi nə olacaq? Deməli, 13-cü sualımızın yuxarıda D qalxaq bura. B-nin qiymətini istəyir bizdən və diqqətli olsaq, görək B-ni mi tapıb? Burada da baxaq. Deməli, B-nin ilkin dəyəri oldu nə? 12. Yeni A-mız olacaq 14. Düzdürmü? İndi yeni B bərabərdir 14, 26. Deməli, bu qiyməti unutduq. Daha sonra A bərabərdir. B üstəgəl 3. B-miz neçədir? 26 üstəgəl 3 bərabərdir 29-a. Yeni A-mız var deyə bu A-nı da unuduruq. Daha sonra B bərabərdir A çıxılsın, yəni 29 çıxılsın 10 bərabərdir 19-a. A da bərabərdir 19 üstə 2, 21. Fikir verin, A-nı da burada verib, amma bizdən B-ni istəyir deyə doğru variantımız elə B variantı 19'dur. Çaşdırıcı suallardan idi. Diqqətli olsaq, hər birini rahatlıqla həll edə bilərdik. Amma vaxt aparandır. Bir də ağırlıq səviyyəsi çoxdur sualların 6-cı sinifin düşüncəsi üçün mən belə düşünürəm. A-dan Z-ə qədər hər bir hərfin qarşılığı verilib sıra nömrəsinin qarşısında və bizdən tələb olunan nədir? Hər bir hərf ikili rəqəmləndir kodlaşsa, hər bir rəqəmə, hərfə daha doğrusu 5 bit ayrılacaq. Deməli, hello sözü lazımdır. H-ya baxırıq 8. 8-i mən ikiliyə çevirsəm, alınacaq 1, 0, 0, 0. 4 dənədir, düzdürmü? Deməli, bunun qabağına bir dənə 1 əlavə etməliyəm.
Daha sonra H, E, E'ye baxıram. E 5-dir. 5 bax 10, 0, 0, 1, 0, 1. Deməli, bunu 5-ə tamamlamalıyam. Bitləri say. Ona görə digər hərflər L, L hərfi neçədir? 12. 12 nədir? 8, 4, 2, 1. 8 ilə 4-ü alır, digərlərini almır. Deməli, bunun əvvəlinə də bir dənə atmalıyam. Eynisini yazmalıyam. Çünki hellodur. 2 dənə L-dır. Ən sonda O-dur. Onun da kodu 15-dir. 15 dənədir. Hər birini alır. Amma yenə də əvvəlində 0 olmalıdır. İndi biz də buna baxmaq üçün bircə saniyə görək. Burada belə bir variantımız varmı? Bu neçənci sual idi? 15-ci sual. 15-ci sualda da doğru variantımız D variantı. Baxın, fikir verin, sıfırdan başlayır. Ümumiyyətlə, buradan da gedə bilərik. 4, bax, 5, 5 ayırmalıyıq. Bir saniyə, qələmi aktivləşdirməmişim, danışıram buradan. Bir saniyə. Hı -hı. Buradan da baxa bilərsiniz. Hər birin 5-5 ayırardınız. Yazdıqlarınız oradan da gedə bilərdiniz. Ümumiyyətlə, burada da doğru variantımız D olur. Yenə incələyib baxa bilərsiniz. Yəni video izaha baxandan sonra bir də testi qoyub qarşınıza. Nələr aydın olmasa baxıb şərhlərdə də qeyd edərsiniz. İstəyirəm qısa bir video çəkim, amma baxıram ki, vaxt gedir, elə 16-cı sualdayım. Aşağıdakı proqramda alqoritmin hansı xassəsi pozulmuşdur? N natural ədəd daxil edilib, təkrarla n bərabərdir, n plus 2, n-i çıxışa ver. Əslində, burada müəyyənlik yazıb, yəni addım bəlli deyil, ingiliscə deyil, xeyr. Burada sonu olmayacaq. En daxillə təkrarla, en üstünə 2 gəl, nəticəvi. En daxillə təkrarla hər dəfə sonluluq və yaxud da diskretlik xassəsini də nəzərə alsaq, deyə bilərik ki, addım biri ötürülüb, amma bizdən əsasını istəyir. Ona görə burada olacaq sonluluq xassəsi. Sonluluq xassəsi də bildiyimiz nəticəlilik xassəsidir. Hər bir hərəkət alqoritm sayıla bilməz. Hərəkətin alqoritm olması üçün onun mütləq vacib idi ki, sonu olsun. Sonluluq vacibdir. Daha sonra 17-ci suala da baxaq. Bircə saniyə. 17-ci sualımız 8 bitlə kodlaşdırıldığı nəzərə alınaraq belə bir cədvəl verilir və 1024 şagirdin hər biri haqqında 1024 simvoldur. Deməli, bir simvolum 8 bitlə kodlaşıb, 8 bit vurulsun. 1024 dənə simvolum var, vurulsun. 1024-də də şagirdim var, vurulsun 1024. Və cəmi yaddaşda nə qədər yer tutar ümumi? Biz də bunu bitdən baxıram 8-ə bölürəm, bayt eləyirəm. Görürəm elə bir cavab yoxdur. 1024-ə bölürəm, kilobayt ilə 1024 kilobayt olsaydı doğru olardı. Yenə 1024-ə bölürəm və doğru variantım olur. A variantı 1 megabayt. Burada da olur 1 megabayt. Daha sonra davam edək. 18-ci sual nümunəmizlə. Deyir ki, bizə belə bir, bu da maraqlı sual nümunələrindəndir. Sara qrafik redaktorda 16 dənə eyni ölçülü kvadratlar çəkir. Kvadratları ağ və çəhrayı rəngdə boyayıb görürsünüz. Və bizdən belə bir şərt qoyub ki, bu kvadratların ümumi dəyəri, həcmi 7 bayt dəyərindədir. Nəzərə alsaq ki, deyir, A kvadratların hər biri 1 bitdir. 7 bayt dəyərindədirsə, deməli bunu bitə çevirsəm, 7 baytı bitə çevirsəm, oldu 56 bit. Və burada 1, 2, 3, 4, 5, 6, 6 dənə bit ağ dairədir. Və mənə deyir ki, bu çəhrayıların dəyəri nəyə bərabərdir? Çıxıram bundan 6-nı, qalır 50 bit. 50 bit. Yerdə də çəhrayının sayını baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Çünki 16 dənə ümumi dairə idisə, 6-sı ağ idisə, deməli 10 dənə də qalınmış. 50-yi də 10-a bölərəm. 5 bit hər bir çəhrayı dairənin dəyəridir. Cavabımız 5 bit olur. Bu neçənci sual idi? 18-ci sual nümunəmizdə də qeyd edərsiniz C variantı. Variant olaraq mən buradan qeyd etdim. İndi yenə suala qaydanda baxaq. Deməli, C variantı 5 bit. Daha sonra aşağıdakı fikirlərdən doğru olanı seçək. Klaviatura giriş qurğusu deyil, təbii ki, yanlışdır. Giriş-çıxış qurğularını tanıyan şagirdlər avtomatik qeyd edə bilər. Daha sonra yaddaşın ən kiçik ölçü var idi. Baytdır, bayt deyil. Bitdi, informasiya aktual olmalıdır. Bəli, alqoritm sonsuz ola bilər. Xeyr, hərəkət sonsuz davam edər. Amma bu alqoritm sayılmaz. Doğru variantı elə 19-da da C variantı olur. Daha sonra fikirlərdən yanlış olanı seçdir. Müəyyənli alqoritmi xassəsidir, düzdür. Təbii dildə təsvir etmək mümkündür. Budaqlanan alqoritmi şərtlə göstər. Blok sxem alqoritmin növüdür. Xeyr, blok sxem alqoritmin təqdim edilmə formasıdır. Aşağıdakı fikirlərdən doğru olanı seçin. RAM daimi yaddaş hesab edilir. Xeyr, müvəqqətidir.
Skyner yaddaşı sürətləndirmək üçündür. Xeyr, Skyner qrafik fayla çevirir görüntünü, daxil etmə qurğusudur. Prosesorun kompüterin beyni olduğunu adlandıra bilərik. Bəli, biz ona beyni deyirdik, çünki bütün işi o idarə edirdi. Printer məlumatı kompüterə ötürmək üçündür, yanlışdır, çap etmək üçün. Doğru variantımız oldu, C variantı. Daha sonra 22-ci sual nümunəmiz dövrü alqoritm nə üçün istifadə olunur? Proqram dayandırmaq üçün. Xeyr, biz demişdik dövrü alqoritm sözlə də təkrarla, eyni dəfə təkrarla komandasına istifadə olunur. Doğru variant elə B variantıdır. Həm giriş, həm çıxış qurğusu hesab olunur. Sensor ekran həm girişdir, həm çıxışdır. Cədvəllə işləmək üçün, hesablama aparmaq üçün bizə lazımdır Excel, Word mətinlərlə, PowerPoint təqdimatla, Notepad, o da mətinlərlə işləyən proqramdır. Daha sonra 25-ci sual nümunəmizdə bizdən nə istəyir? Deməli, maksimal 160 simvol qəbul edilir. Daha doğrusu bir SMS 160 simvoldur və hər simvolun 8 bit olduğu nəzərə alınaraq 350 simvolluq mesajı göndərmək üçün neçə SMS lazımdır? Təbii ki, bunu tapmaq da rahat qaydalardandır. Əgər bir SMS-imiz bircə saniyə 160-dırsa, hər il qəbul deməkdə RFM sualların içində belə bir sual olur. Gün məsələsi fəhlə gecə saat 9-da başladı. Belə də 72 saat sonra neçə gün davam eləyər, iş neçə gün sonra dayandı. Belə tip suallar həmişə çaşdırıcı olur. 160 simvoldur və hər simvol 8 bitdir. Bu bizə lazımdırmı? Lazım deyil. Çünki yenə də SMS istəyir. Yenə burada 350 simvoldur. 350 simvolu bölsəm 160-a. Bu 2 yerdə qalıb 30. Düzdürmü? 30 simvolum qaldı. Axı 30 simvol da göndərməliyəm. Ondan ötürü ayrı bir SMS yazmalıyam da. Ona görə doğru variantım olacaq 3. 2 götürə bilmərəm. Deməli, ümumi nəzər yetirsək, belə deyək də, bir də variantları ümumidən buradan qeyd edeyim sizlər üçün. Bir də saniyə. Əgər kimlərsə variantları qeyd etmədisə və yaxud da videoya baxanda variant olaraq qeyd etməyibsə, mən yenə onları bir-bir buradan yazıram. Birinci sualımızda doğru variantımız oldu D variantı, ikinci sualda A variantı, üçüncü sualda D variantı, 4 D variantı, 5 C, 6 C, 7 C, 8-ci sualımız B, 9 C, 10-cu sualda A, 11 A, 12 B, 13 D idi, D. Buradan çünki burada baxdıqsa da bir-bir diqqətli olaq. 14 B, 15 D, 16 C, 17 A, 18 C, 19 C, 20 D, 21 C, 22 B, 23 C və 24 B. 25-ci sualımızın da cavabı təbii ki, buradaydı. C variantı. Diqqətinizə görə minnətdaram. İstədim belə bir faydalı video çəkim. İştirak edən bütün şagirdlərimiz qalibdir, finalçıdır. Orada iştirak etmək böyük bir uğurdur. Bildiyiniz kimi bu ildən qaydalar dəyişib məktəb turu keçirilir. Məktəb turunun qalibi olan artıq məktəb turunun sualları Aploqa rejimində də olan suallar çox idi. Orada da axır suallar, samballı suallar var idi. Və ümumi nəzər yetirsək, rayon fənn müsabiqələridir, olimpiyadalardır, istedadlı və daima işləyən şagird axtarır. Burada iştirak etmək böyük bir uğurdur. Hər birinizi təbrik edirəm. İştirak etmişsiniz. Keçən uşaqlara uğurlar arzulayıram. Nəticələr neçə gün ərzində bəlli olacaq, onu da paylaşarıq. Bu imtahan sizə nə öyrətsin? Öyrətsin ki, daha çox işləyin, əzmlə, daima öz üzərinizdə işləməlisiniz. 6-cı sinif bu gün bu addım atırsa, 10-cu sinifdə onu daha böyük uğurlar gözləyir. Diqqətinizə görə minnətdaram. Videomu bəyənməyi, dostlarla paylaşmağı unutmayın.